Vallahi, əgər bu kitab, Qur'an, Allahdan başqası tərəfindən olsaydı, orada çoxlu ziddiyyət olardı. Allah subhanahu ve teala buyurur, وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا ف۪يهِ اِخْتِلَافًا كَثِيرًا. Əgər bu Qur'an Allahdan başqası tərəfindən olsaydı, siz orada çoxlu ixtilaf, yəni ziddiyyat, tədad görərdiniz. Burada belə deyir, burada belə deyir. Lakin nə vaxt Allahdan başqası tərəfindən olsaydı? Elə deyil ki. Kim tərəfindəndir? Allah subhanahu ve teala. Deməli, burada ziddiyyat ola bilməz. Sən bir müsəlman kimi, iman gətirən kimi buna əmin olmalısan. Cüzi də, zərrə qədər də şəkkin olmamalıdır ki, Allahın kitabında ziddiyyat ola bilməz. Mən bilmirəm cavabını. Bilənlər var. Sən qəlbin zəif olmamalıdır. Hər eşidən düşürsə qəlbə görürsən, nə gündəsən yəni. Müsəlmanın, müminin qəlbi güclü olmalıdır. Belə şübhələrin qarşısında. Vallahi, nə eşitsən, bil ki, cavabı var, mən bilmirəm. Elm əhli bilir cavabını, qaytar ona. Çünki Quranda mütəşabih ayələr var, mövcuddur. Lakin muhkəm ayələrə qaytarılanda gözəl başa düşülür. Elm əhli başa düşülür. İbn Abbas radiyallahu anhumə deyir ki, sahabə deyir, Quranda elə bir ayə yoxdur ki, mən onu başa düşməyim. O ayə var, وَالرَّاسِخُونَ فِي الْعِلْمِ. Elmdə rasix olanlar. Deyir, mən onlardanam deyir. Elmdə rasix olanam deyir. Elə bir ayə yoxdur ki, mən başa düşməyim. Sən indi ayəni başa düşmürsən, çətindir bu. Biri-birinə vururlar ayələri. Bilirsiniz, götürür ayəni, bunu vurur buna, bunu vurur buna, bunu vurur buna. Məqsəd səndə ziddiyyat göstərsin, şübhəyə salasan sən. Və sən nəticədə deyəsən ki, deyəsən elə Allah elə bilmir nə danışır. Əuzubillah, səhv deyib, burada belə, burada. Bu düşməndir, bu şeytandır qardaşım. Və üzü o tərəfə getdikcə qiyamətə. Sabah. Bu daha şiddətlənəcək. Sən Allaha dua elə, yalvar Allaha. Allah subhanahu ve teala sabit saxlasın. O qəlb tez çevrilir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm ən çox etdiyi dualardan biri Allahumma ya muqallibəl qulub səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit et. Daima etməlisən. O edirdirsə bizim indi bizim daha böyük ehtiyacımız var bu duaya ki, Allaha yalvaraq, Allah subhanahu ve teala sabit saxlasın. Yoxsa bu şübhələrdən biri qəlbimizə girsə, həlak olacaq.